Salam uşaqlar. Bugün dərsliyimizin 146, 150, 156 və 157-ci səhifələrini yerinə yetirəcəyik. Gəlin suallarla tanış olaq. Birinci sualımız. Lüğətdə sözlər nəyin əsasında düzülür? Uşaqlar, qayda budur. Lüğətdəki sözlər əlifbanın əsasında düzülür. C bəndini götürdük. İkinci sual. Verilmiş cümləni genişləndirmək üçün hansı sözlərdən istifadə edə bilərik? Film izlədim. Maraqlı, axşam, yaraşıqlı, saat. Filmə yaraşıqlı deyə bilmərik. Maraqlı deyə bilərik. Saat neçəni göstərmir, ancaq saat yazıb. Axşamı götürə bilərik. Deməli, axşam, maraqlı, film izlədim. 1-2. 1-2 də var C bəndində. Üçüncü sual. Verilənlərdən biri yanlışdır. Ucqar dağın zirvəsində olan qar, deməli, ucqar dağın zirvəsində olan qar. Həsir, qamışdan düzəldilmiş məmulat. Heybə, çiynindən bəzən də atanın tərkindən aşırılan xurcun. Qırığı, iti caynaqlı yırtıcı quş. Deməli, qırığı, iti caynaqlı yırtıcı quşdur. Heybə çiynindən, bəzən də atın tərkindən aşırılan xurcundur. Düzdür bu. Həsir qamışdan düzəldilmiş məmulatdır. Ucqar dağın zirvəsində olan qar deyil. Ucqar ən hündür, ən yüksək yer deməkdir. Ona görə də A bəndi burada yanlışdır. Dördüncü sual. Hansı sıradakı sözlər həm ad, həm də hərəkət bildirir? Həm ad bildirir, yəni həm isimdir, həm də hərəkət bildirir, yəni həm də feildir. Gəz, bax, bil, qar, top, şar, tut, yaz, qaz, at, it, iz. Uşaqlar, burada düzgün cavab C'dir. İndi bunların hər birinin mənasını verim. Tut, üçü də amonim sözdür. Yazılışı və deyilişi eyni, mənaları fərqlidir. Biri var meyvə tut, məsəl üçün meyvə yedik. Bir də var nəyisə atıram tut. Yaz, yaz fəsli isimdir. Dərsivi yaz feildir. Qaz, evdə işlətdiyimiz yanan qaz və yaxud da ki, həyətdəki quş fəslindən olan qaz. Bir də var torpağı qaz. Bunun da 3 mənası var. Düzgün cavab C bəndi. 5-ci sual. Hansı sözlərdə lar hissəciyi düzgün yazılmışdır? Oğlanlar, uşaqlar. Burada bir dənə düzgün var. Bağlar, qızlar, narlar, almalar, insanlar, bitkilər. Hər ikisində düzgün olan D variantıdır. 6-cı sual. Səhv yazılmış sözləri müəyyən edin. Kainat düz, ağac düz, əhəng yanlış, məqsəd yanlış, konfet yanlış, ailə düz. Bizdən səhvləri istəyirdi. Səhvlər 3, 4, 5. 3, 4, 5 D variantında var. 7-ci sual. Sözlərdən biri yerindən asılı olmayaraq həmişə böyünə yazılır. Nərgiz həm gül adıdır, həm güldür, həm adam adı. 2 cür yazıla bilər. Vahid tək deməkdir, bir də oğlan adıdır. 2 cür yazıla bilər. Aydın. Hər hansı bir məsələ bizə aydın oldu və yaxud da ki, aydın oğlan adı. Bu da 2 cür yazılır. Cavid isə yalnız və yalnız oğlan adıdır və böyünə yazılır. 8-ci sual. Aşağıdakı sözlərin əks mənalı qarşılığı hansı bənddə verilmişdir? Təzə, çirkin. Təzənin əksi köhnədir. Çirkinin əksi gözəl də ola bilər, qəşəng də ola bilər, yaraşıqlı da ola bilər. İndi köhnə, gözəl hansı bənddədir? C bəndində. Sual işarəsinin yerinə hansı söz uyğundur? Mətn hissələri. Mətn 3 hissədən ibarətdir. Giriş hissə, əsas hissə, sonluq hissə. Sonluq hissəyə həm də nəticədə deyirik. Və bizə sonluq lazımdır. O da var B bəndində. 10-cu sual. Tamamlayın. Orfoqrafiya lüğətində sözlərin nəyini öyrənirik?
Deməli, orfoqrafik lüğət var, orfoepik lüğət var, izahlı lüğət var. İzahlı lüğətdə sözlərin mənasını öyrənirik. Orfoepik lüğətdə sözlərin düzgün deyilişini. Orfoqrafik lüğətdə isə qrafika sözündən götürülüb, düzgün yazılış öyrənilir. Orfoqrafiya lüğətində sözlərin düzgün yazılışı göstərilir. Azərbaycan dilini bitirdik, riyaziyyata keçirik. Videonu saxlayırsınız, misalları özünüz yerinə yetirirsiniz, sonra mənimlə bərabər yoxlayırıq. 20 çıx 9, 11. 48-dən 11 çıxırıq. 8-dən 1, 7, 4-dən 1, 3, 37. 81-dən 17 çıxırıq. 11-dən 7 çıxırıq. 4, burada 7 qalır. 7-dən də 1, 6. 42-dən 3 çıxanda 39. 76-dan əvvəlcə 58-i çıxırıq. 6-dan 8 çıxmaq olmur. 16-dan 8 çıxırıq. 8, 6-dan da 5, 1. 18-i 3-ə bölürük. 6. 99 çıx 95 eləyir 4. 4-ü 2-yə bölürük. 2. 69 çıx 49 eləyir 20. 20-ni 2-yə bölürük. 10. 90-dan 20 çıxırıq. 70. 70-i 10-a bölürük. 7. 10-dan 2 çıxırıq. 8. 8-i 2-yə vurarıq. 16. 60-dan 54 çıxırıq. 6. 6-nı 2-yə vurarıq. 12. 34-dən 9 çıxırıq. 20. 5. 25-i 0-a vurarıq. 0. 20-dən 9 çıxırıq. 11. 11-i 1-ə vurarıq. 11. 56-dan 5 çıxırıq. 51. 48-dən 2 çıxırıq. 46. 89-dan 9 çıxırıq. 80. 20-dən 9 çıxırıq. 11. 55-dən 1 çıxırıq. 54. 54-ü 9-a bölürük. 6. 87-dən 20 çıxırıq. 64. 64-ü 8-ə bölürük. 8. 66-dan 61 çıxırıq. 5. 5-i 5-ə bölürük. 1. 80-dən 26 çıxırıq. Deməli, 80-dən 20, 60. 60-dan da 6, 54. 54-ü 9-a bölürük. 6. 33-dən 24 çıxırıq. 9. 9-u 1-ə bölürük. 9. 45-dən 36 çıxırıq. 9. 9-u 2-yə vurarıq. 18. 30-dan 3 çıxırıq. 27. 27-ni 3-ə bölürük. 9. 41-dən 32 çıxırıq. 9. 9-u 3-ə bölürük. 3. İndi gəlin aşağıdakı cavabları bir-bir yoxlayaq. İndi buradakı cavabları bir-bir tapırıq. 11, 37, 64, 39, 51, 46, 80, 11, 6, 2, 10, 7, 6, 8, 1, yenə 6, 16, 12, 0, 11, 9, 18, 9, bu da 3. Deməli, bütün cavablar tapıldı. Deməli, hər birini düzgün yerinə yetirilib. Həyat bilgisi ilə davam edirik uşaqlar. Boşluğa hansı nəzakətli ifadə uyğundur? Salamat qal, mən gedirəm. Biri gedirsə, biz ona nə deməliyik? Minnətdaram, yaxşı yol, yastığın yüngül olsun, zəhmət olmasa. Salamat qal, mən gedirəm deyirsə, biz də nə deyirik? Yaxşı yol. Cavab B bəndi. Torpaqla bağlı peşə hansıdır? Torpaqla bağlı, yəni biz onu torpaqda işləyirik. Bizə o iş üçün torpaq lazımdır. Ovçu, balıqçı, əkinçi, dəmirçi. Torpaqla işləyən əkincidir. Biri səma cismi deyil. Günəş, ay, ulduz, göy qurşağı. Günəş, ay, ulduz. Demək olar ki, həmişə göydür. Amma göy qurşağı yağış yağandan yağana, o da gün şüaları güclü olarsa ortaya çıxır.
Şəkildə hansı planet təsvir olunub? Halqalı olan planetimiz uşaqlar Saturn planetidir. Yadda saxlayaq. Bunlardan hansı yol hərəkəti qaydalarına aiddir? Yol hərəkəti qaydaları. Yolun ortası ilə getmək olmaz. İşıqfora baxıb keçmək olar. Hardan gəldi keçmək olmaz. Yolu qaça-qaça keçmək olmaz. Mütləq şəkildə işıqfora baxıb keçmək lazımdır. 6-cı sual. Sinif otağını təmiz saxlamaq borcudur. Kimin? Müəllimin, növbətçinin, sinif nümayəndəsinin, bütün şagirdlərin. Sinif otağını təmiz saxlamaq bütün şagirdlərin borcudur. 7-ci sual. Balina və delfinlər harada yaşayır? Çayda, göldə, okeanda, çəmənlikdə. Çəmənlik olmayacaq. Niyə? Çünki çəmənlik su deyil, otluqdur. Və çəmənlik deyil. Çayda balina ilə delfin bilirsiniz ki, yekə, iri həcmli balıqlardır, düzdür? Ona görə çay olmur. Göl də onlar üçün balacadır. Balina ilə delfinlər okeanlarda yaşayır uşaqlar. Bədəni pulcuqlarla örtülü olan heyvanı seçin. Pulcuqla örtülü olan heyvan balıqdır. Hansı heyvan yumurta qoyaraq çoxalır? Balıq, it, tülkü, inək. Balıq. Balığın yumurtalarına da deyirlər kürü. Deməli, balıq yumurta qoyaraq çoxalır və onun yumurtalarına da deyirik kürü. Sağlamlıq nə yaradır? Gümrahlıq və xoş əhval-ruhiyyə. İnsanlar arasında dostluq, ünsiyyət, məşğuliyyət. Sağlamlıq, gümrahlıq və xoş əhval-ruhiyyə yaradır. Həyat bilgisi də bu qədər. Keçirik məntiqə. Qartal quşdursa, qarışqa nədir? Qarışqa həşəratdır. 12, 14 olub 26, 19, 15 olub 34, 21, 19 neçə olacaq? 12 ilə 14'ü toplasaq eləyir 26. 19 üstünə 15 gələndə eləyir 34. Deməli, buradakı məntiq toplamadır. 21 üstünə də 19 eləyir 40. Cavab D-bəndi. Fərqli söz hansıdır? Qərənfil, çoban yastığı, qazayağı, qaranquş. Qərənfil güldü, çoban yastığı güldü, yəni çiçəkdir, qazayağı da çiçəkdir, daha doğrusu. Bunlar hamısı yəni bitkilərdir. Qərənfil bitkidir, qazayağı bitkidir, çoban yastığı bitkidir. Amma qaranquş nədir? Quşdur. Deməli, fərqli olan da elə D-bəndi qaranquşdur. 19 olub 17. 2 azaldı. 17 oldu 14. 3 azaldı. 14 oldu 12. 2 azaldı. 12 oldu 9. 3 azaldı. Çıx 2, çıx 3. Çıx 2, çıx 3. Deməli, burada olacaq çıx 2. Burada da çıx 3. 9 çıx 2. 7. 7-dən də 3 çıxırıq 4. Deməli, türkü nədir? 7-dir. A bəndini götürdük. 5-ci sual. 1 olub 8, 8 olub 15, 15 olub 22, 22 neçə olacaq? 1 oldu 8. Nə qədər artdı? 7. 1 üstünə 7, 8. 8 üstünə 7, 15. 15 üstünə 7, 22. 22 üstünə 7, 29. 29 üstünə 7, 36. 29 D-bəndi. 6-cı sual. Sual işarəsinin yerində hansı ədəd olmalıdır? 13, 14, 15, 16. Aha, burada bax bərabərlik var. Yəni, sağ tərəf sol tərəfə bərabərdir. 13-dən dairələrdə hamısında dairədə deməli bir dənə məntiq var. Bunlar da uşaqlar olur çıxma. 13 çıx 4, 9. 15 çıx 6, 9. 15 çıx 5, 10. 17 çıx 7, 10. 18 çıx 6, 12. 19 çıx 7, 12. Şimdi 17 çıx 3, 14. Onda burada bərabər olacaq 14'ə. 25'dən neçə çıxsam 14 qalar tapmaq üçün. 25'dən 14'ə çıxırıq uşaqlar. Çıxılanı tapmaq üçün nə edirik? Azalandan fərqi çıxırıq. 5'dən 4, 1, 2'dən də 1, 1. Cavab eləyir 11. 7-ci sual. Sual işarəsini müəyyən edin. Aha. 6, 9, 3, 1 olub 154. Uşaqlar, buna ədəd olaraq yox, rəqəm kimi baxırıq. Bunları da yarıya bölürük.
6 üstünə 9, 15. 3 üstünə 1, 4. 8 üstünə 5, 13. 7 üstünə 1, 8. Gördük, alındı. İndi 7 üstünə 2, 9. 8 üstünə 2, 10. Cevap neynədir? 910. 8-ci sual. Sual şərəsinin yerində hansı ədəd olmalıdır? 7, 5 bir dəfə 12 olub, bir dəfə 2 olub. 8, 3 bir dəfə 11 olub, bir dəfə 5 olub. Deməli bunları bir dəfə çıxırıq, bir dəfə toplayıb, bir dəfə çıxmışıq. 7 üstünə 5, 12. 7 çıx 5, 2. 8 üstünə 3, 11. 8 çıx 3, 5. 9 üstünə 8, 17. 9 çıx 8, 1. Cavab eləyir 17, 1. Sual şərəsinin yerində hansı ədəd olmalıdır? 9-cu sual. 19, 14, 17, 16 olub. 19, 14'ü toplasaq eləyir 33. 33'dən 17'ni çıxsaq qalır 16. Deməli, bu ikisini toplayırıq. Aşağıdakini çıxırıq. 8 üstünə 24. 32. 32'dən 15'i çıxırıq. 17. 11 üstünə 24. Eləyir 35. 35'dən də 1'i çıxırıq. Eləyir 34. Deməli, sual işarəsinin yerində 34 olmalıdır. Boş xanada olan hərfləri tapıb sözü oxuyun. Sonuncu sualımız. Deməli, kamilə və hər birinin rəqəmi var. 3 ilə başlayırıq. 3 M-dır. 2 A, 5 L, 4 İ, 1 K. Adam adı alınır. Böyük hərflə yazaq. Olur nə? Malik. O da var C bəndində. Bu səhifələrdə olan tapşırıqları həll etdik. Bugünkü dərsimiz bu qədər.